Təsəvvür edin, dünyada hər şeyi robotlar istehsal edir, amma heç bir insan işləmir. Bəs bu məhsulları kim və hansı pulla alacaq? Bu, süni intellekt erasının ən böyük tapmacasıdır. İqtisadçı Martin Ford xəbərdarlıq edir ki, şirkətlər xərcləri azaltmaq üçün işçiləri robotlarla əvəz etdikdə, əslində öz müştərilərini də yox edirlər. Çünki maaş almayan insan alıcı ola bilməz. Bu zəncirvari reaksiya iqtisadiyyatı tamamilə çöktürə bilər ya da bizi bəşər tarixinin ən böyük bolluq dövrünə apara bilər. Proses artıq başlayıb. 2030-cu ilə qədər ilk zərbəni ofis işçiləri, mühasiblər və zəng mərkəzləri alacaq. 2040-cı ilə qədər isə sürücülük və tikinti sahələri tamamilə maşınların əlinə keçəcək. Futurolog Ray Kurzweil proqnozlaşdırır ki, 2045-ci ildə süni intellekt insan zəkasını milyonlarla dəfə geridə qoyacaq. Bəs pul qazanmayan insanlar necə sağ qalacaq? Burada yeni iqtisadiyyat dövriyyəyə girir. Bill Gates və Joseph Stiglitz kimi simalar robot vergisi və universal baza gəliri modelini təklif edirlər. Yəni, robotlar işləyib sərvət yaradacaq, dövlətlər bu sərvəti vergiyə cəlb edərək hər bir vətəndaşa işləmədən aylıq ödəniş verəcək. Bu, mülkiyyət və qıtlıq üzərində qurulmuş kapitalizmin sonu, hər şeyin demək olar ki, pulsuz olduğu bolluq iqtisadiyyatının başlanğıcı ola bilər. İnsan həyatı kökündən dəyişəcək. Artıq nə işlə məşğulsan sualı mənasını itirəcək. Yuval Noah Harari xəbərdarlıq edir ki, bu bəşəriyyət üçün böyük bir məna böhranı yarada bilər. Lakin digər tərəfdən insanlıq ilk dəfə sağ qalmaq üçün yox, sadəcə yaratmaq, öyrənmək və sevmək üçün yaşamaq fürsəti qazanacaq. İş yerlərinin itirilməsi bəşəriyyətin çöküşü deyil, onun Homo sapiensdən yaradıcı bir varlığa doğru təkamülünün yeni mərhələsi olacaq.